Ayşadın məktubunu demişdim. Tamaşaçılar da bunu məndən gözləyirdi. Xoşgədəm xanım, mən özüm efirə gəlməyəcəyim qərarını Hüseynə də dedim. Qərarımı Hüseyn bilir. Çünki hər dəfə əsəbləşdikcə sağlamlığımı qurban verirəm. Mən Hüseyn ilə yanaşı sağlamlığımı itirirəm. Övladım üçün sağalmalıyam. Sizə göndərdiyim əmanəti Hüseynə verin. Nə yaxşı fikir, nə yaxşı xəbər. İki gözəl xəbər. Xoşgələm xanım, indi nə əmanət götürüm, mən indi o hayədə deyiləm ki, onun göndərdiyi, bunu oxumuşdum da mən keçən dəfə. Allah canını sağ eləsin, Allah şəfasını versin. Bax da, yəni bax da, yəni. Oxumuşam, keçən dəfə oxudum sizinlə, Xoşgələm xanım. Bu qutu gəldi. Bu qutuda da onun əmanəti Hüseyn. Vallahi heç mən o əmanət hayında deyiləm, Xoşgələm xanım. Biraz üstünüzə sağlıq. Soyuqlamışam. O mən nə belə göndərə bilər ki? Vallahi mən bana açma, mən istəmirəm heç nə açma. Getdiyini pasakalar gəlir. Məktublar yığışır, pasakalar. Açılmasa o görücü bu açıldı, indi başqa pasaka göndərəcək bura. Yox Hüseyn, artıq sən onu heç xəyal da etmə. Geçən söz. Xəyal da etmə onu. Bu qutuda da, yəni həqiqətən sondur. Dəhşət. Müalicəsini eləsin, işlərini görsün. Nə belə xoşum xanım, mən istəmirəm heç Quran haqqı onun asılmasını, nə onun içində olan bir şey mənə Yox, sənin istəməyinlə deyil Hüseyn, sən mənə bu şərti qoya bilməzsən ki, o açılsın ya açılmasın. Gedim açın, bu dəqiqə açın. Yox, o siz çıxan gedəndə niyə açın? Mənə maraqlı deyil. Burada kimə maraqlıdır ki, sənin? Həsədən, nə var onun içində? Mən həsəd aparmıram da, mənə maraqlı deyil onun içindəki. Bravo olsun, ay xanım. Nə danışırsınız? Elə deməyin. Niyə elə Belə bir, deməsin, ay Emir bəy? xoşqədəm xanım, bu davanın, bu konfliktin Bu içərisində... ailənin dağılmağının... Ay Könül xanım, bu qırğının davanın içərisində elə o ikinci uşağın yeri əskikdir. Qətiyyətlə, Bəlkə o mən dua ikinci- edirəm bu Ramazan ayındakı nə xəbər olur olsun, o xəbər olmasın. Bunların bu konfliktli vəziyyətində onun yeri əskikdirmi? Mən elə bilirdim ki, Hüseyn həqiqətən, bir dəqiqə Elmir bəy, Hüseyn, mən sən bugün şoka saldın həqiqətən, mən dəhşət içərisindəyim. Mən səni, yəni mən elə bir ki, yeni tanıyıram səni. Son günlərdə. Xoşgələm abi, siz nəyə görə? Yox, bir dəqiqə, mən fikrimi bitirmədim. Mən elə bildim ki, yəni sən çox tez deyirsən, axı mən uşağımı atmaq istəmirəm, onun kimsəsiz qalmasını istəmirəm. Yox, əzim, mən elə gəlir ki, sən səmimi deyilsən. Niyə? Mən o məktubu oxuyanda Ayşad burada yoxdur və Ayşad, yəni burada olsaydı, sənin qarşında durub bir söz desəydi, mən bundan razı olardım ki, yəni ola bilər ki, qıcıqlanır. Mən içində uşağına sevgisi olan bir insanın o məktubda bir narahatçılığını görərdim. Mən burada deyirəm ki, burada sondur. Bu qutunu mən indi Ayşadın göndərdiyi, özü də yazır ki, mənim göndərdiyim əmanəti Hüseynə verin. Burada son deyirəm, əzim, sənin məqsədin başqadır, incimə. Ay Xoşgələm xanım, burada yazmıyor baxın, mən həqiqətən indi deyim ki, anladım. müalicə almaq gedirəm, Hüseyn də... Xeyr, mən də müalicə sağlamlıq almaq üçün- söhbəti yoxdur Xoşgələm orada. xanım, Mənim mən- sağlamlığımda, baxın, Sağlamlıq, diqqətlə bəli. oxuyun. Sağlamlıq. Müalicə söhbəti Yəni, yoxdur başqa şey orada. yazmıyor baxın, bu demək ki, mən gedirəm İndoneziyaya, Moskvaya. Müalicə almağa gedib, qardaşım, bəs sən niyə narahat olmursan ki, sənin xanımın müalicəsi necə gedir? Çünki niyə görə o şəraiti bu boyda gündəlik o mənə yaşatmır, Gönül Hüseyn, bir xanım. dəqiqə xahiş edirəm, sən Bu danış. həddə çatdırdılar Hüseyni. İcazə verin, mən siz danışanda çox diqqətlə qulaq asıram.
Əgər sən yoldaşınla bağlı bu narahat olmursansa, əlinə bu boyda çağı uşağı vermirsənsə, o uşaqla bağlı narahat olmursansa, incimə məndən qardaşım, sənin artıq burada bir ata olaraq, olaraq, kişi olaraq sənin problemin var burada. Aydındır, Könül İnsan xanım. necə narahat olmaya Aydındır bilər? Elmir bəy. Könül Çünkü xanım. o məndə o sevgini öldürüb özündə. Bəli. O his her gün yığırsan, mesela yığırsan bir şeyle adamı peşman edip yığmağına. Yo, aydındır O günü Hüseyin, o- mən elə bildiyimə şey- görə sən heç onu yığmırsan da, yəni. Məncə də Siz nə yox. var? Məncə heç bu barədə əgər belədirsə, bu barədə düşünmək Biz vaxtında lazımdır. Ramal bəydən xahiş elədik ki, çıxart Hüseyni. Aydın. Lazım deyil orada Könül xanım, işləməyi. bilirsiniz nə var? Xoşqədəm xanım, Könül xanım, əgər sizin və sizin müdafiə elədiyiniz Ayşadın, Bəli. bizim Hüseyindən qani deyilsinizsə, lap yaxşı deyirik. Oğlumuzu verin, götürək çıxaq gedək. Problem yoxdur, lap yaxşı. Əgər istəmirsinizsə, sizə xoş, bizə ondan Yox, da valla xoş. mən yenə deyirəm, Elmir mən bəy. Hüseynin bugün səmimiyyətinə inanmadım. Mən də inanmıram. İlk dəfə deyirəm bunu, hamı bilir. Çünki mən başqa şey gözləyirdim ki, narahatçılıq gözləyirdim. Əgər söhbət uşaqdan gedirsə. Bilirsiniz, xoşqədəm. Ay bu yox, həddə heç nə, hər çatdırılır. şeyi qoyun İnsan kənara. hər şeyi şeydən qoyun soyuya kənara. bilər, balasından Hər şeydən, soyuya baladan bilməz də. soymaq Bəli, və bəli, Xoşqədəm xanım. bir də ki, bilirsiniz necədir? Hər bir insan uşağı ilə yanaşı, uşağını dünyaya gətirən və ona baxan anaya zərrə qədər də ayrılıqlar ola bilər, birləşmələr də ola bilər. Amma ortada uşaq var ki, varsa, mən elə ailələr tanıyıram ki, ən belə deyək, yox, başına gətirmədiyi yox, elə addımlar atıblar ki, təkrar o qapının açılıb geri qayıtması üçün üz gərək idi də onda. Üz gərək idi həmən insanlarda. Amma o üzü onlar uşaqlar üçün qapını açıb tapıbdılar o üzü geri Bəli, dönməyə. bəli. Ona görə Hüseyin qutunu da açacaq. Düz o da sənin üçün mənasızdır. Ondan sonra mən çox istəyərdim ki, sonuncu dəfə düzdür, Ayşad efirə gəlmir və anası da bilir. Burada da anası. Ayşad qəti şəkildə Hüseynlə bir ümumiyyətlə efirə deyir, çıxmaq istəmirəm, çünki mənim sağlamlığımda problemim var. Ayşad Bey. Və bəli, həqiqətən də və Ayşadın sağlamlığında ciddi problemlərin olduğunu da mən deyirəm. Onu sizə həftənin sonuna qədər də bildirəcəyim. Ayşad bugün heç ayağa qalxa bilmir. Açıq sizə deyim. Görəsən bir olaraq Hüseyin nə dərəcədə bundan narahatdır? Onu o barədə artıq mən heç nə demirəm, amma bu göndərdiyi qutunu da açacağam və Ayşad məni izləyirsə ki, çətin, amma bizim əməkdaşlarımız bu hissəni kəsib Ayşada göndərə bilərsiniz. Bircə gün olsa belə mən görüşmək istəyirəm. Bir gün, bir saat vaxt tapar görüşək.